Ətraf mühit və insan sağlamlığı üçün ən böyük təhlükəni təbii mühitin radioaktiv maddələrlə çirklənməsi sayılır. Hava radioaktiv maddələrlə nə qədər çox çirklənərsə, şüalama təhlükəsi bir o qədər də çox artır. Belə olan halda neftli ərazilər çirklənmənin əsas səbəblərindəndir. Bəs bu paytaxt Bakıda radiasiya fonuna necə təsir edir? Rüstəm Mikayılzadənin araşdırması. Azərbaycanda radiasiya ilə bağlı əhəmiyyətli dərəcədə çirkləndirmə yoxdur. Bunun əsas səbəbi ölkəmizdə atom elektrik stansiyasının və bu növdə olan digər obyektlərin olmamasıdır. Ölkəmizdə şüalanma təbii fonda inkişaf edir ki, bu da əsasən Abşeron arxipelagının neft çıxarılan ərazilərində daha çox müşahidə olunur. Abşeron arxipelagında, o cümlədən Bakı şəhərində və ətraf ərazilərdə də ümumi radioaktiv fon, ətraf obyektlərindən şüalanma, yol verilən dozanı ötmür bir il ərzində və bir saat ərzində, yəni radioaktiv şüalanma dozasının gücü kifayət qədər kiçik qiymətlər göstərir. Uzun illər torpağın formalaşması, neftin degradasiyaya uğraması və yağıntılı hava nəticəsində həmin maddələr torpağın dərin qatlarına enir. Bununla da torpaq sahəsində radioaktiv maddələrin qatılığı dəfələrlə aşağı düşür. Bu səbəbdən bəzi insanların radiasiya ilə bağlı təşvişə düşməsinə ehtiyac yoxdur. Xüsusilə həmin torpaqlarda da radioaktiv fon bir qayda olaraq heç birində yol verilən həddən yuxarı miqdarda deyil və yol verilən həddən yüksək doza gücünü yaratmır. Bəziləri narahat olur radioaktiv şüalanmadan həm yaşadığı yerdə, həm işlədiyi yerdə. Demək olar ki, bütün hallarda psixoloji problem kimi olur. Bununla yanaşı müəyyən tikililərdə kiçik miqdarda radiasiya mövcud ola bilər. Mərmər üzlüklərdən ibarət obyektlərdə müşahidə olunan şüalanma da əhali üçün təhlükəli deyil. Bu növ tikililərin üzərində yalnız fasiləsiz bir il dayandıqdan sonra müəyyən radiasiyaya məruz qalmaq mümkündür. Ümumilikdə isə Azərbaycanda yüksək miqdarda radiasiya təhlükəsi mövcud deyil.